Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının geniş miqyaslı skrininq müayinələri aparılıb. 14-16 aprel 2026-cı il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin 2026-2030-cu illər üçün inkişaf strategiyasına uyğun olaraq Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, peşə fəaliyyətindən irəli gələn risklərin müəyyən olunması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə geniş miqyaslı tibbi skrininq müayinələri aparılıb. Əsas məqsədimiz gömrük əməkdaşları arasında ürək-damar xəstəliklərinə olması və ya onlara xəstəliklərin meyilliyin olmasının erkən aşkar edilməsidir. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının professional həkim və tibb heyəti bugün anket sorğuları vasitəsilə irsi meyillik, yanaşı xəstəliklər, hansısa bir dərman vasitələrinin qəbulu, zərərli vərdişlər, bunlar hamısı həmən anketlərdə yer alıbdır və hansısa bir xəstəliyə meyillik barəsində bir ilkin məlumat kimi bizə çox faydalıdır. Hər bir əməkdaşın arterial qan təzyiqi ölçülür, həkim kardioloq tərəfindən daha dərin bir sorğu və müayinə aparılır, kardioqramma çəkilir və tibbi dildə desək lipid spektri, yəni qanda hamının bildiyi xolesterin, 3-gliseridlər və lipidlərin müxtəlif növləri təyin edilir. Bu müayinələrin nəticələri hospitalda həkimlərimiz tərəfindən ciddi bir analizə məruz qalacaqdır və nəticədə aşkar etdiyimiz əməkdaşlar arasında lazımi profilaktik və ya müalicəvi tədbirlər aparılacaqdır. Gələcəkdə biz bu işi başqa gömrük idarələrində də aparacağıq. Tibbi aksiyada qurumun rəis müavini Dosent İsmail Əfəndiyev, Mərkəzi Gömrük Hospitalın rəisi Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamila Aliyeva, Kardiologiya şöbəsinin həkimləri Emin Hacıbalayev, Nərgiz Ələkbarova, Emin Allahverdiyev, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova və tibb bacıları iştirak edib. Aparılan tibbi skrininq müayinələrin nəticələri elmi cəhətdən araşdırılacaq, statistik işləmələr aparılacaq. Ondan sonra da Tibb Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının işləyən həkimlərə gömrüklərin arasında xəstəliklərin daha da geniş profilaktikasına, yeni tədbirlər, yeni proqramlar icrasına imkan verəcək. Skrininq proqramları bütün gömrük əməkdaşları əhatə eləyəcək. Həmin toplanmış materiallar da statistik işləmələr aparılacaq, müvafiq elmi araşdırmalar aparılacaq. Ondan sonra da daha da bizə geniş imkan verəcək ki, gömrük əməkdaşları arasında ürək-damar xəstəliklərinin profilaktikasına və müalicəsinə müvəffəqiyyətlə biz nail ola bilərik. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müasir tibbi avadanlıqlarla təchiz olunmuş səyyar mobil hospitalı vasitəsilə bu cür tibbi müayinələrin regionlarda davamlı şəkildə təşkili təmin edilir.